Sürücülər cərimələnməkdən gileylənir, aidiyyatı qurum isə qanunsuzdur deyir. 120 manat adamına pul veririk biz. Bizim ne şöyle arkadaş bir daha Bunda bunu traktörlüğe koyalım. Bunda bize lazım. Yok. Paytaxt Bakıda qeyri-qanuni sərnişin daşımaların sayı artır. Bu prosesə ciddi şəkildə nəzarət etmək üçün reydlər keçirilir. Sərnişin daşıyanlar da öz fikirlərini əsaslandırmağa çalışırlar. Bəs problem nədən qaynaqlanır? Vöyündə alırıq, vergini veririk. Bax, onu hara ödəyirsiniz, vöyünə, vergini? Sumqayıtda. Nə hansı qurum baxır? Nəqliyyatdan alırıq da, departament. Nəqliyyat departamentindən sənədimizi alırıq, vergisini veririk, bilmirik nə məsələ. Müqaviləm var, fərqlənmə nişanım var, yetkinlik lisenziyam var, sənədlərim yerində, nə istəməm mən? Sürücülər bildirirlər ki, sərnişinləri mənzil başına vaxtında və tez çatdırmaq üçün bəzən avtobus zolağından istifadə edirlər ki, bu da onlara baha başa gəlir. bizde her sənəddə var, hər sənəddə var. Tələb nə? Qeyri olmaz işləməyin. Avtobus xəttinə getməyin. Mən sərnişin daşıyıram, avtobus xəttinə nətər getməyin. Avtobus yoluna girməyəndə də heç kim bilmir maşına. Bax, sizin özünüz evə gedirsiniz. Gəlir soruşursunuz, avtobus xəttinə girirsən, yox. Deyirəm, yox. Minmirlər, düşür gedirlər. Mən sənəd ala hər gün mənə dünənlə yoxsulacı yoxlayıb 650 manat mən cərimə ödəmişəm. Gəlib desin, dövlətin bütün vergisini ödə, gəl işdə.